Bismillahirrahmanirrahim. Və bihi nəstəin, innəhu xeyru nasirin və mu'in. Həzrəti Əmr əleyhissalamdan bir hədis oxuyan məhsər üzrə. Həzrət buyurur ki, heç kəs Allaha itaət etmədən xoşbəxt olmadı. Və heç kəs Allaha qarşı üsyan və günah etmədən bədbəxt olmadı. Yəni, insanın xoşbəxtçiliyi Allahın itaətində, bədbəxtçiliyi isə Allahın itaatsizliyində və Allaha qarşı günah və üsyandadır. Bu hədis Qurarul Həkəmin 10848-ci hədis Qurarul Həkəmdir. Ayətullah Bəhcətdən soruşdular ki, biz neyniyək ibadətdən ləzzət alaq? Axı, bizdə bu problem var, ibadətdən ləzzət ala bilmirik. Namaz qılırıq, ləzzət ala bilmirik. Fikrimiz orada, burada. Deyərik ki, bu namaz haçan qutarar, bunu haçan qılıb qutararıq, rahatlaşarıq. Bu fikir əksər namaz qılanlarda bu cürdür. Rükuda ləzzət ala bilmirik, səcdədən ləzzət ala bilmirik, Allahla danışmaqdan ləzzət ala bilmirik. Neyniyək ibadətimizdə ləzzət olsun? Buyurur ki, bir şey etməyiz lazımdır. Xüsusi bir iş edəsiz, siz haramların ləzzətindən əl çəküz, haramda olan o yalancı ləzzətlər ki var, müvəqqəti, azdıran, aldadan ləzzətləri tərk ediyiz, ibadətin ləzzəti özü gələcək. İnsan harama, günahın ləzzətlərini tərk eləyə, yəni günahı tərk eləsə, ibadət ləzzətli olacaq. Məsələn, bir xəstədə niyə görə yeməyə iştah olmur, yeməyin ləzzətin, dadını bilmir? Çünki xəstəliyin virusu qoymur onu. Xəstəlik, virus daxil olub onun bədəninə, səbəb olur ki, insan iştaha olmasın insanda, insan yeməyin dadını, ləzzətini hiss eləməsin. Günah da bu cürdür, haram da bu cürdür. Haramın virusu ki, daxil olur insanın mənəviyyatına, ruhuna, ibadətin ləzzətini insan dərk eləməz. Necə xəstə yeməyi yiyər ki, da yeyim də, ac qalmayım. Bax, bu cürdür. Bir abiddən soruşdular ki, nə qədər bu uzun illəri, necə sən qalırsan təklikdə? Qədimdə abidlər gedərdim, sən tək yaşayardı, tək qalardılar, xəlvətdə olardılar, ibadət eləyərdilər. Bundan soruşurlar ki, necə cəmaatdan, qıraqda tək qala bilirsən, nə tər yaşayırsan? Təbəssüm elədi. Təbəssüm edir və deyir, mən Allah'la oturdur eləm. Allah'la birdəyim. Hər vaxt istəyirəm ki, o mənə sirrilərin danışsın. Götürürəm Qur'anı, Allah'ın səmavi kitabını oxuyuram. Allah'ın sirriləri Qur'andadır da. İnsan Qur'an oxuyanda Allah onunla danışır. İstəyəndə ki, Allah mənə sirri desin, Allah mənə söz desin, götürürəm onun səmavi kitabını oxuyuram. Amma yox, istəyirəm, mən Allaha sirri deyim, mən Allaha öz ürəyimi açım, mən Allahla danışım, onda dururam ayağa namaz qılıram. Buna xatir heç bir məndə problem yoxdur. Mənim sirdaşım Allahdır. İstəyəndə ki, Allah mənə sir desin, danışsın məndən, Quran oxuyuram. Mən istəyəndə Allahla danışım, ona sirri deyim, namaz qılıram. İnsan gərək bax bu cür, bu mənəviyyatına vaxt ayıra, mənəviyyatına diqqət edir. Əks halda həyatı çox mənasız olur, yorucu olur, həyatda hədəf olmur. Allah təbarək və təala öz ibadətin, itaətin bizlərə nəsib eləsin, bizlərə tövfiq ibadət itaət versin, salavat zikr eləsin.